göstərim sizə. Deməli, siz əmlak vergisi bəyannaməsini offline da verə bilirsiniz, online da verə bilirsiniz. Amma yeni sistemdə, hamıda yeni sistemdə əmlak vergisi bəyannaməsi var deyə offline verə bilməyəcəksiniz. Məcbur gərək online girib verəsiniz. New e-Taxis, yəni saytına, təzə sayta daxil olursunuz. Çox rahat bəyannamədir. Girdiniz bura, asan imzanızla daxil olacaqsınız. 50 858 1208 daxil oldunuz. Asan imzanızla. Baxın. Sistemə daxil olursunuz. Deməli, bəyannaməyə daxil olursunuz. Baxın, bəyannamələr hissəsinə. Burada yeni bəyannamə vurursunuz və burada baxın. Vurandan sonra hansı bəyannaməni istəyirsinizsə onu yazırsınız. Burada nə yazacağıq? Əmlak vergisi. Vergisi bəyannaməsi. Görürsünüz, girirsiniz. Mən 2024-cü ilin bəyannaməsini verməliydik, amma verməmişik. Daşı 2024-cü ilin bəyannaməsinə daxil oluruq. Burada baxın, biz ləğv bəyannaməsi, ləğv ərizəsi göndərmədiyimiz üçün görürsünüz, burada aktiv deyil. Ləğv ərizəsi göndərməmişik də ona görə. Aktiv deyil. Burada baxın, bizdə ancaq müəssisə il ərzində yarandığı halda, bir də ki, müəssisə il ərzində tam fəaliyyət göstərdiyi halda məsəl üçün. Bu məsələdir. İl ərzində yarandığı halda, bir də ki, il ərzində tam fəaliyyət göstərdiyi halda məsələsinə giririk. Hər hansı birinə girə bilərik. İndi burada iki məqamında ikisi də fərqli-fərqlidir. Tam müəssisə il ərzində tam fəaliyyət göstəribsə, burada vergi hesablanması bölməsi var, burada görürsünüz bu hissədə. Bura heç nə qeyd eləmirsiniz. Siz burada əlavə 2-ni dolduracaqsınız. Yəni, burada əlavə 2-də də nədir məsələ? Əlavə 2-də, baxın, hesabat ilin əvvəlinə qalıqları qeyd edirsiniz, hesabat ilin sonuna qalıqları qeyd edirsiniz və sizin üçün əmlak vergisini hesablayır. Məsəl üçün, tutaq ki, biz bayaqları bir dənəsini işlədik. Tutaq ki, əmlak vergisində bir dənəsini işlədik. Onların elə məlumatlarını gəlin qeyd edək bura. Yəni, siz burada amarsız hesablat burada hesablamırsınız. Siz hesablayıb gətirib bura qeyd edirsiniz. Baxın, ilin əvvəlinə qalıqlar. Baxın, deməli, binada nə qədərdir? 150 min. Gəlin burada 150 min qeyd edirəm. Gəlin burada, baxın, qeyri-yaşayış binaları. 150 min. 150 min. Qeyd elədim. İlin sonuna qalığı nə qədərdir bunun? İlin sonuna qalığı 139.500. 139.500 ilin sonuna qalığı qeyd edirəm. 139.500 qeyd elədim. Sonra gedirəm avadanlıqları. Baxın, maşın və avadanlıqlar. İlin əvvəlinə qalıq nə qədərdir? 40 min. İlin sonuna qalıq nə qədərdir? 48 min. 40 min və 48 min. 40 min və gələn burada 48 min qeyd edir. Qeyd elədim, düzdürmü? Bu formada görürsünüz, yazdıq. Bir də nəqliyyat vasitəmiz var idi. Nəqliyyat vasitəmizin məlumatlarını qeyd edirik. Baxın. Nə qədərdir? 40 min nəqliyyat vasitəmiz. Son qalığı da nə qədərdir? Deməli, 22.500. 40 min, 22.500. Gələm nəqliyyat vasitəsinə 40 min. Burada da nəqliyyat vasitəsinə 22.500 qeyd edirəm. Qeyd elədim, bununla bitdi işim. Gələm vergi hesablanması bölməsinə. Baxın, vergi hesablanması bölməsinə gəlib özü avtomatik düşür. Və ilin sonunda da əmlak vergisini hesablayıb bizim üçün. 2200 manat. Gələm burada, mən baxıram, mən nə qədər hesablanmışam? Baxın, 2200 manat. Görürsünüz? Mən də 2200 manat hesablamışam. Diqqətlərin, baxın, 2200 manat. Bu mənə lazım idi belə. Bundan sonra təsdiq düyməsini vurub göndərin. Baxın, bu əmlakımın vergiyə cəlb olunan hissəsidir. Yəni, siz əlavə 2-də vergiyə cəlb olunan əmlakınızı qeyd edirsiniz. Əgər əmlakınız çoxdursa, bunun bir hissəsi vergiyə cəlb olunanca, bir hissəsi vergiyə cəlb olunmayandırsa,
Vergiyə cəlb olunan əmlakınızı əlavə 2-yə yazırsınız. İndi yazdığım kimi. Vergiyə cəlb olunmayan əmlakınızı isə əlavə 1-ə yazacaqsınız. Əlavə 1-də də maddələr üzrədir. Yəni gedib maddələr üzrə tapmalısınız. Yəni sizi azad olma, sizin hansı maddə sizin azad olmanızı göstərir. Məsələn, mikro sahibkarlıq subyektlərinin mikro sahibkarlıq subyektləri vergidən azaddır. Bu səhv etmirəmsə 199.14 olmalıdır. Bir dənə gözləyin. Deməli, əmlak vergisi bir dəqiqə azad olması 199. Baxın, burada maddələri gəlib tapmalısınız. Maddə nömrəsindən yadda saxlamıram deyə. Məsələn, mikro sahibkarlıq subyektləri vergidən azaddır. Məsələn, burada gəlirsiniz mikro sahibkarlıq subyektləri vergidən azaddır hissəsini tapırsınız. Maddəni. Baxın, mikro sahibkarlıq subyektləri vergidən azaddır. Amma ilin əvvəlinə qalıq dəyəri 1 milyondan aşağıdırsa, yəni əmlakı. Əgər 1 milyon aşırsa, artıq o azad deyil. Yəni, mikro sahibkarlıq subyekti isə əmlakı 1 milyondan çoxdursa, o azad deyil. 1 milyona qədərdirsə azaddır. Yəni, bunu baxın 199.14. Bildiniz? Yəni, bu artıq buna. Yəni, sizin mikro sahibkarlıq subyektisinizsə, sizin bütün əmlakınız vergidən azaddır. Siz gəlirsiniz. Artıq baxın, siz gəlirsiniz, bütün əmlakınız vergidən azaddır axı. Əlavə 2 eşə qeyd eləməyəcəksiniz. Siz o əmlakını gətirib hamısını bura qeyd edəcəksiniz. Burada da hər bir əmlakı ayrı-ayrı qeyd eləmirik. Məsələn, avadanlıq falan yeri yoxdur. Ümumi qeyd edirik. Baxın, 199.14-ə, 199.14-ə, baxın. Gətirirsiniz 199.14-ə, bütün cəmini qeyd edirsiniz. Yəni, necə? Gətirəcəksiniz, baxın, burada mənim əmlakımın cəmi ilin əvvəlinə 230-dur, ilin sonuna da 210-dur. 230 və 210-u gətirib bura qeyd edirsiniz və işiniz bitir. Bildiniz? İlin əvvəlinə əsas vəsait və ilin sonuna əsas vəsait. Yəni, ümumi cəmi, yəni avadanlıqlar ayrı, binalar ayrı. Amma əlavə 2-yə qeyd edəndə siz avadanlıq ayrı, bina ayrı falan bunları ayrı qeyd edirsiniz. Bildiniz? İndi gəlin bir dənə nə edək? Bir dənə, burada indi göndərə məsələsini bilirik də. İndi gəlin bir dənə il ərzində, yəni, müəssisə il ərzində yarandığı halda necə olacaq? Baxın, müəssisə il ərzində yarandığı halda hissəsi yazdınız. Gəlirsiniz əlavə 2-də bunun qeydiyyatını aparırsınız. Prosta burada, görürsünüz, ilin əvvəlinə hissəsi nə oldu? İlin əvvəlinə hissəsi yoxa çıxdı. Görürsünüz? İlin əvvəlinə hissəsi yoxdur. Bayaqlarama var idi. Burada yoxdur, görürsünüz. Bizə hesabat ili ərzinə yarandığı əmlak vergisi ödəyicisi olma tarixinə əsas vəsaitin qalıq dəyəri. O, bura hissəsini yazacağıq. Bizdə nə idi? Məsəl üçün, tutaq ki, məndə bayaqları elə bir şey var idi. Biz bayaqları yazdıq. İndi ilin sonuna ləğv olma tarixinə yazmarıq heç. İl ərzinə yarandığı tarix. Baxın, deməli, məndə binalar 150 min idi, avadanlıqlar 15 min idi. Gələn bura, binalar yazıram, qeyri-yaşayış binaları 150 min. Deməli, gələm aşağı, avadanlıqlar 15 min. Biraz donması var. Bununla əlaqəli bir şeydir. Baxın, ilin sonuna indi amma qalıqları yazmalıyıq. İlin sonuna burada nəqliyyat vasitəsi artır. İlin sonuna binalar 139.500-dür. Gələn burada binalar 139.500. Burada yazmaq. 139.500. Deməli, avadanlıqlarda nə qədərdir? Avadanlıqlar deməli 12.000-dir. Avadanlıqlar 12.000-dir. Sonra gəldik. Bir də ki, nəqliyyat vasitəsi də nə qədərdir? 30.000. Nəqliyyat vasitəsinə gələm 30.000 yazdım. 30.000. Yazdım, indi vergin hesablanması bölməsinə gəlirik. Burada düzgün hesablanmayacaq hələ ki. Necə? Niyə görə düzgün hesablanmayacaq? Sən burada gəlməlisən, bax, hansı tarixdən fəaliyyətə başlamışsan? Yəni onun ayların sayını qeyd eləməlisən. Bax, bizdə də hal-hazırda
Fəaliyyətə başladıqda 4-cü ay, 4-cü ay nəzərə almırıq. Ondan sonraki aylar 8 ay nəzərə alırıq. Gəlib burada ayların sayını qeyd eləməliyik. Yoxsa düz hesablanmır. Bax, müəssisə yarandığı aydan sonra, ilin sonuna qədər olan ayların sayı. 8 ay qeyd edirsən və hesablayır 1155 manat. Gəlin, baxaq görə biz nə qədər hesablamışıq. Gəlin, baxaq. Baxın, 1155 manat. Görürsünüz? Biz 1155 manat hesablamışıq. Bu formada qeyd olunacaq. Bundan da sonra təqsirlisiz, göndərsiz gedir. Yəni, ilin sonu ləğv olsa da, yenə bu formadadır. Ona görə bu formada hər şey olacaq. Burada sual